Peyğəmbər meyraca gedib, deyir ki, Allah apardı mən elə bir yerə ki, nə bir müqərrəb mələk, nə bir Peyğəmbər orada yox idi. Mən idim, Allah idi. Heç kəs qal. Cəbrail dedi ki, ya Rasulallah, mən üzürlü say, mən gedə bilmərəm də. Heç kəs qalmadı. Deyir, Allah öz əzəmətindən göstərdi mənə. Nə idi bilmirəm. Təzədən endi gəldi dünyaya. İndi enib gəlib dünyaya, o əzəmətdən sonra burada necə qalır adam? Həzrət Musa deyir, Tur dağına gedirdi, biraz Allahla danışırdı, gəlirdi, adamlarla ünsiyyətdən vəhşət yaranırdı. Darıxırdı da o aləm üçün, sıxılırdı. İndi görün, Peyğəmbər hardan enib gəlib, hardan gəlib? Dünyada yaşamaq məşəqqət idi Peyğəmbər üçün. O aləmin şövqü var idi ürəyində, bu dünya çox dar gəlirdi. Peyğəmbər nə ilə təskinlik tapırdı? Əleyhissalam. Oranın ətrini verən bir adam idi, oranın ətrini verən. O aləmdə ondan bir yerdə olub baxı, ondan qopub baxı. Misal deyim də, məcburuq misal deyək. Vətənindən uzaq düşmüsən, qürbətdə yaşayırsan, hə? Qürbətdə yaşayırsan, darıxırsan, birdən vətənindən ən əziz adamın gəlirsən ya. Necə olursan? Yapışırsan onunla. Onun ətrini verir axı, vətən qoxusu verir. Peyğəmbərin vətəni də Allahdır. Allahdan qopub, ikisi bir yerdə. Peyğəmbər qopub, sonra Əli. O aləmin qoxusu gəlir, darıxır Peyğəmbər, onun vasitəsilə ürəyi aram olur. Ürəyi rahat olur.